açılımına salam uşaqlar. Bugün çok güzel bir kutu geldi mənə. Nasıl ki bu kutunu açmağa nə bıçaq, nə də ki qayçı lazım deyil. Bir balaca güc sərf edib kutunu açıram. Kutu paramparça gəldi. Ben ilk dəfədir ki mən Euroşopdan belə bir kutu gəlib. Niyə belə oldu? Heç bir fikrim yoxdur. Amma belə kağızı var içindəki, sanki qoruyub. Deməli belə bir sumkadır, hədiyyə sumkası. Yəni burada aldığım bəzi şeyləri hədiyyə kimi verəcəm, göstərəcəm nələri. Elə bu ilk olaraq hədiyyə torbasıdır. Elə bunun içine qoyub verəcəm. Qəşəng torbadır, xoşuma gəldi. Amma nə bilim, bir şey də yarı-yarı yəni. Yaxşıdır. Növbəti bu hədiyyə qutusudur, amma bunu hədiyyə vermir. Bu arada bu da böyle baxıram, şok oluram ki, bu da paramparçadır. Paramparça deyil də, yəni kley qopuq vəziyyətdədir. Mən şokdayım. Bu da 2021-ci ildə üretilmiş, belə deyim də, sumkadır. Gəlib çıxıb 2025-ə. Bu anası ölmüş neçə ildir ki, bu haldayım. Zorla yəni bağlanır ağzıdan. Neyse bunu da birine verərəm ya. Çünkü mən işlətmərəm belə şey. Bunu özümə sifarişim üçün bu kutu da yüngülvari zədələnmişdi. Bundan sonra da dedim ki inşallah ki duq içində qırılmıyor. Və bu duqda mən gördüm alanda, saytda böyük görsənirdi. Gələndə isə çox qəşəng boyda gəldi. Amma ətri çox qəşəngdir. Qalıcılıqdakı normaldır. Evidensindir. Bunlar komplektdir, belə də kombo şəklində. Biri bədən gelidir, shower gel, biri isə belə losyan. Bu da bəlkə korobkanın içindəsində var idi. Onu başına keçirmək üçün ki sanki bağlayırmış. İçində var əslində. Bu niyə belə addelini gəldi, heç bir fikrim yoxdur. Bu da hədiyyə verəcəyim setdir, belə deyim. Belə gel, losyan, əl kremi, bir də bu əl dəsmalı deyim, yüz dəsmalı deyim, nəsə belə bir şey. Bunlar da hədiyyədir, Euroşenin mənə hədiyyəsi. Çox sağ olsun. Çok böyük hədiyyələr göndərdim. Belə uşaqlar, videomu bəyəndinizsə like eləməyi unutmayın. Sağ olun, salamat qalın.